bəzən uğurlu bir ideya inamla başlayır. Abadçı sahibkar, həkim nutrisoloq Maya Səbzəliyevanın təbiiliyə, sağlamlığa və zəhmətə olan inamından yaranan bu fikri də artıq reallığa çevrilib. İri marketlər şəbəkəsində qurulan bu yeni konsepsiya Abadla birgə atılan addımın nəticəsidir. Abadçı sahibkar, həkim nutrisoloq Maya Səbzəliyevanın sözlərinə görə məqsədi xəstəlikləri dərmanla deyil, təbii vasitələrlə önləmək olub. Keyfiyyətli soyuq sıxım yağları olan ehtiyacı görən sahibkar istehsala başlayıb. Abadın dəstəyi ilə rəsmi prosedurları tamamlayaraq məhsullarını iri marketlərə çıxarıb. Keyfiyyətli yağ çəkmək üçün özüm avadanlıq aldım, yağ çəkməyə başladım. Lakin biznes təhsilim olmadığına görə çox çətin olurdu mənə. Yəni nəyi necə edəcəyim, nə hardan başlayacağımı bilmirdim və bununla əlaqədar olaraq mən Abada müraciət elədim və artıq 6 ildən çoxdur ki, mən Abadla birlikdə işləyirəm, abadçıyam və Abad mənə çox dəstəklər oldu. Ümumiyyətlə istiqamət verməkdə, nə etmək lazımdır, qida təhlükəsizliyindən müvafiq sənədləri necə əldə etmək lazımdır. Abad mənə bu istiqamətdə çox məsləhətlər verdi. Həqiqətən də çox mənə dəstəkləri olub. İlk olaraq marketlərdə kakosunu yerli istehsal məhz Abadın dəstəyi ilə bizim unumuz oldu. Bundan əvvəl ancaq xarici markaların idi və insanlar xarici bazarlardan bəzən onlayn sifariş edərək kakosunu Azərbaycana sifariş edirlər və digər glutensiz unlar ilk olaraq marketə mən Abadın dəstəyi ilə çıxartmışam. Bugün həmin stendlərdə yağlar və əzmələr müştərilərin gözü qarşısında hazırlanır. Canlı istehsal prosesi alıcılarda həm maraq, həm də güvən yaradır. Sahibkar artıq 8 ildir bu sahədə fəaliyyət göstərir və SM brendi ilə yağlar, glutensiz unlar, əzmələr və məcunlar istehsal edir. Hazırda yeni məhsul çeşidləri üzərində iş davam etdirilir və bazara mütəmadi olaraq yeniliklər təqdim olunur.